Salam. Bu testin izahına baxaq. Birinci sualda deyir ki, m natural ədədini 5-ə böldükdə qalıqda 3 alınır. Həmin m ədədi, yəni m kvadratı üstəgəl 6m üstəgəl 5 ədədini 5-ə böldükdə alınan qalığı tap. İlk növbədə nə edirik? Biz fikirləşirik ki, m elə ədəddir ki, onu 5-ə böləndə qalıqda 3 alınsın. M-i biz ən kiçik 3 götürə bilərik. Çünki tutaq ki, m-i 5-ə böləndə 0 dəfə düşdü, qalıq 3. Qalığa görə, qalığın qaydasına görə m-i tapdıqda 5-i 0-a vurub üzərinə 3 gəlirik. O da cavab 3 eləyir. Deməli, m 3 ola bilər. M-in yerinə gətirib 3-ləri yazacağım. Digər ifadədə m-lərin yerinə 3 yazıram. 3-ün kvadratı 9, alt dəfə 3-ün 18, üstəgəl 5. 9 ilə 18, 27, 27-nin üstünə 5 gələndə 32. 32 ədədini də 5-ə böləndə alt dəfə düşür 30, qalıq 2 alınacaq. Bizdən də qalıq istəyir, cavab 2, B variantı olacaq. İkinci sualda deyir ki, A ədədinin sadə vurğularının sayını tapın. A-nın baxıram ki, 2 vuruğundan 3 ədəddir. Fikir verin, 2 vuruğundan 3 ədəddir. Yazıram 2 üstündə 3. B-nin sadə vuruğu, A-nın 5 vuruğundan 4 ədəddir. Deməli, yazacağım 5 üstü 4. 7 vuruğundan da 5 ədəddir. 7 vuruğundan da 5 ədəddir. Bizdən sadə vuruqlar sayını istəyirsə və 2-dən 3 dənədir, 5-dən 4 dənədir, 7-dən 5 dənədir. Bunları toplayırıq, o da eləyir 12. 12 dənə sadə vuruğu var. Gəldik 3-cü tapşırığa. 3-cü tapşırıqda deyir ki, 300 ədədinin sadə vuruğu, neçə sadə vuruğu var? 3-ə böldüm 100, 3-ə böldüm 2-yə böldüm 50, 50-ni 2-yə böldüm 25, 25-i 5-ə böldüm 5, 5 də 5-ə 1. Sadə vuruq deyəndə yenə 1, 2, 3, 4, 5. Sadə bölən desəm, hərəsini bir dəfə sayıram. Sadə vuruq deyəndə hamısını sayıram. Cavab 5 dənə sadə vuruq var. Dördüncü misalda nə deyir? Dördüncü misalda deyir ki, deməli, dördüncü misalda deyir ki bizə A bölünsün B ədədi, A bölünsün B bərabərdir 7 bölünsün 3 olan 2 natural ədədinin əbobunu verir bizə 5. Əbob AB bərabərdir 5-ə. Bizdən soruşur əkob AB-ni. A-nı yazacağım 7K, B-ni yazacağım 3K. Gəlin bunların əbobunu tapaq. Yazıram əbob 7K, 3K. 7K, 3K bərabərdir 5-ə. 7K, 3K da ortaq K-dır. K-nı kənara çıxardıram. Qalır əbob 7 ilə 3. 7 ilə 3 qarşılıqlı sadə ədədlərdir. Əbob 1-ə bərabərdir. Onda olacaq K vurulsun 1 bərabərdir 5. K da bərabərdir 5-ə. K-nı 5 tapdım. İndi 7K ilə 3K-nın əkobunu tapmaq lazımdır. Yazıram əkob 7K, 3K. Bizdən əkobunu istəyir. Deməli, 3K ilə 7K-nın əkobu, yenə K-nı kənara çıxardıram. Qalır əkob 7 ilə 3. 7 ilə 3 qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir 21K olacaq. K-nı da 5 tapmışam. Yerinə yazanda 21-i 5-ə vuracam. Cavab olacaq 105. Bizdən də əkobu istəyir. Cavab 105 olacaq. C variantı. 5-ci sualda deyir ki, 5-ci sualda x bölünsün 13 bərabərdir 5 qalıq y-dir. X-in hansı qiymətində qalıq ən böyük olar? Deməli, qalıqlı bölmədə qayda var ki, qalıq həmişə böləndən kiçik olmalıdır. Yəni, y 12 ola bilər, 11 ola bilər, 10 ola bilər, 1-ə qədər gedir. Qalıq ən böyük olanda, yəni mən y-in yerinə 12 yaza bilərəm. Yəni, x bölü 13 bərabərdir 5, qalıq 12. Buradan da x bərabərdir 13-ü vuracam 5-ə, üzərinə 12-ni gələcəm. X də bərabərdir 65, üstəgəl 12. X də bərabərdir 77. Elə bizdən də x istəyirdi, cavab 77 olacaq. Növbəti sual 6-cı sualdır. 6-cı sual rahat sualdır. 2020-ci il buraxılış imtahanında olub. 8-ə qalıqsız bölünənləri istəyir bizdən. 8-ə qalıqsız bölünən təbii ki 16-dır, 24-dür, bir də 32-dir. Cavab 3 dənə olacaq. 7-ci sual topluda var bu sual, yeni toplularda da var. ABC üstü xət çıxılsın, BAC üstü xət bərabərdir 360 olarsa, A üstəgəl B cəmini istəyir bizdən, böyük qiymətini istəyir. Əvvəl açıram, təhlik onluq 100-lük, olacaq 100A, üstəgəl 10B, üstəgəl C. Çıxılsın təhlik onluq 100-lük, 100B, çıxılsın 10A, çıxılsın C. O da bərabərdir 360. Niyə çıxıldı? Qarşıda mənfi var, işarələr dəyişir. 100A-dan 10A-sını çıxanda eləyəcək 90-a, 10B-dən 100B-sini çıxanda mənfi 90B, C-lər islah gedir, bərabərdir 360. Hər tərəfə 90-a bölsək, A çıxılsın B bərabərdir 4-ə. Neçədən neçə çıxanda 4 eləyər. A ilə B rəqəmdə. Təbii ki, 9-dan 5 çıxanda 4 eləyər, 8-dən 4 çıxanda 4 eləyər, 7-dən 3 çıxanda, 6-dan 2 çıxanda, 5-dən 1 çıxanda. Bizdə AB-nin cəminin ən böyük qiymətini istəyir. Burada cəm 14 oldu. Burada cəm 12 oldu.
Burada cəm 10 oldu. Burada da cəm 8 oldu. Burada da cəm 6 oldu. Ən böyük qiyməti 14 olacaq. Cavab C variantı. 8-ci sualda Euler Venn diaqramına görə A və B-nin vuruqları verilib. Bizdən soruşur AB bölünsün əbobun kvadratı. Əbob ortaqlardır, ortaqların hasilidir. Fikir verək, burada ortaq vuruqlar yoxdur. Yəni deməli bunlar qarşılıqlı sadə ədədlərdir. Çünki baxın, orta boşdur. Ortaq vuruqlar yoxdursa qarşılıqlı sadə ədədlərin əbobda 1-ə bərabərdir. 1-in kvadratda 1 eləyir. A onda olacaq 3 vur 5. B də olacaq 2 vur 7. Elə 3 vur 5 vur 2 vur 7. Bunları bir-birinə vurub cavab ala bilərik. Cavab olacaq 210. Yəni A vur B böl əbob AB-nin kvadratı elə 210 olacaq. 9-cu sual maraqlı sualdır. Deməli 9-cu sualda nə verib bizə? 9-cu sualda deyir ki, belə bir ifadə verib. Deyir ki, bizə K üstəgəl 2 bölünsün 100K üstəgəl 47. Kəsirini ixtisar etdikdə M bölünsün M kəsri alınır. Bir də belə bir ifadə verib ki, əkob M üstündə 5, bir də N üstündə 5. Bərabərdə 7 üstündə 10 olarsa, bizdən soruşur M üstəgəl, N üstəgəl K ifadəsinin cəmini. Nə edəcəyik? Əvvəlcə buna fikir veririk. Burada qüvvətlərdən azad edə bilərəm. Yəni, əkob M bərabərdir 7 üstündə 2 yazma olar. Yəni, 49. Niyə belə yazdım? Gəlin bir misal göstərək. Məsələn, verib bizə əkob 2 ilə 3. 2 ilə 3 qarşılıqlı sadə ədədlərdə əkob olacaq 6 hasili. Tutaq ki, indi bunun kvadratlarını yazaq. Məsələn, 2-nin kvadratı 4 elədi, 3-ün kvadratı 9. Yenə qarşılıqlı sadədir. Əkob oldu 36. Fikir verin, 6-ın kvadratı oldu. Məsələn, kubunu yazaq. 2-nin kubu 8 elədi, 3-ün kubu 27 elədi. Yenə qarşılıqlı sadədir. Bunların hasılı olacaq. 6, 5, 7, 16, 5, 216. Fikir verin, 6-nın kubu elədi. Yəni, sən hansı qüvvətə yüksəldirsənsə, cavab da o qüvvətə yüksəlir. Ona görə mən qüvvətdən azad edə bilərəm. Məsələn, 5-lərə bir qüvvətlər 5-lərdən salıram. Yəni, onun üstündə 7 üstündə 5 üstündə 2 yaza bilərəm. Və yaxud da 7 üstü 2 üstündə 5 yaza bilərəm. 5-i silirəm, elə 7-nin kvadratı qalır. Ona görə də. Yəni, burada əkob MN olacaq 49. İndi fikirləşirəm, hansı ədədlərin əkobu 49-dur. Təbii ki, 1 ilə 49-un əkobu 49-dur, 7 ilə 7-nin əkobu 49-dur. Bizdə 1 ilə 49 olacaq. Niyə? Bərabər olsaydı, onda bunlar K üstəgəl 2 ilə 100 K üstəgəl 47 ixtisar getməzdi. Bu bizə deyir ki, tam ixtisar etdikdə M böl N alınır. Onda deməli, K üstəgəl 2 bölünsün 100 K üstəgəl 47-də mən N-nın yerinə 49 1 yazacağım. Çünki balaca sürətdədir, böyük məxrəcdədir. M-nın yerinə 49. Niyə? Çünki K üstəgəl 2 100 K üstəgəl 47-dən balacadır ona görə. Və çarpaz vurub həll eləyəcəm. Olacaq 100K üstəgəl 47 bərabərdir 49K üstəgəl 98. 100K-dan 49K-nı çıxıram 51K, bərabərdir 98 çıx 47, o da 51K, 51, K da bərabərdir 1. K-nı 1 tapdım, K 1-dir, M 1-dir, M də 49-dur. Bunların da cəmini istəyir, cavab 51 olacaq. 10-cu sualda maraqlı sualdır. 10-cu sualda nə deyir? Deyir ki, N bərabərdir 2M-dir. Bizdən soruşur 3 vurulsun, əkob 3 üstündə M, bir də 5 üstündə M, bir də çıxılsın, 2 vurulsun əbob, 3 üstündə M, bir də 5 üstündə M. Bu da bərabərdir 133 olarsa M üstəgəlini istəyir. Gətirək M-in yerinə 2N yazaq. Yəni 3 vurulsun əkob, yazıram 3 üstündə 2M, bir də 5 üstündə M, bir də çıxılsın 2 vurulsun əbob, 3 üstündə M, 5 üstündə 2M. Bərabərdir 133-ə. Bu M-dir. İndi 3-ün kvadratı 9 eləyir. 3 vurulsun əkob. 3-ün kvadratı 9 elədi. 9 üstündə M, 5 üstündə M. Çıxılsın 2 vurulsun əbob. 3 üstündə M, 5-in də kvadratı 25 elədi. 25 üstündə M. Bərabərdir 133. İndi 9 ilə 5 əkobları qarşılıqlı sadə ədədlərdir. 45 üstündə M olacaq. Əboblar, bunlar da qarşılıqlı sadə ədədlərdir. Əbobları 1 olacaq. Onda 3 vurulsun 45 üstündə M, çıxılsın 2 vurulsun 1, bərabərdir 133 oldu. İndi bu təmliyi həll edirəm. 3 vurulsun 45 üstündə M, bərabərdir 133-ün üstündə 2 gəlirəm 135. 135-i 3-ə bölürəm. 45 üstündə M bərabərdir 45-ə. Bu da üstü 1-dir. Onda deməli M bərabərdir 1-ə. M də M-dən 2 dəfə böyükdür. N də 2 vurulsun 1, 2 olacaq. Bizdən də M-lə N-in cəmini istəyir. M-lə N-in cəmi olacaq 2 üstəgəl 1, o da eləyəcək 3.
Cavab 3 oldu. 11-ci sualda nə deyir? 11-ci sualda deyir ki, əbob deməli AB vurulsun əkob AB bərabərdir 300-dür. Əkob AB bərabərdir 300-dür. Bizdən soruşur, A və B ədədlərinin ortaq olmayan sadə vurğuları hasildə C-də 12 olarsa əbobu soruşur. C biz bilirik ki, uşaqlar, əkob AB böl əbob AB-dir. C ortaq olmayan vurğuları hasili belə tapılır. C-nin yerinə yazıram əkob AB böl əbob AB. Əkob AB böl əbob AB. Gətirib yerinə qoysaq, necə? Məsələn, C bizdə 12-yə bərabərdir. 12 yazsaq, çarpaz vursaq, onda əkob alıram ki, əkob AB bərabərdir. 12 vurulsun əbob AB. 12 vurulsun əbob AB. Gətirib bu əkobun qiymətini yuxarı vurmada yerinə yazsam, yəni əbob AB vur, əbob AB vurulsun 12 dənə əbob AB bərabərdir 300-ə. Əbobu əboba vuranda əbobun kvadratı olur. Olur əbobun kvadratı AB bərabərdir 300-ü 12-yə böləcəm. O da 25 edir. Və nəyin kvadratı 25-dir? Təbii ki, 5-in. Bizdən də uşaqlar əbobu soruşur. Elə cavab 5 olacaq. Əkobu istəsə 5-i 12-yə vuracam, 300 olacaq. 5-i 12-yə vuracam, 60 olacaq əkobda. Bu qədər.